Avtomobilimiz Mercedes W211'dir. 112 motorla təchiz olunub bu avtomobil. Avtomobildə çəkim problemləri var idi. Boğulurdu, həm də yerində qeyri-müntəzəm işləyirdi. Aydınlaşdırdıq ki, farsınkanın saniklərindən hava çəkmə problemi var. Burada farsınkalar sökülür. Deməli, farsınkaları çıxardıq. Gördük ki, farsınkanın saniklərini səhv saniklər qoyublar, böyük saniklər qoyublar. Bu da düzgün oturmadı ona görə yerinə. Ona görə də hava çəkmə problemləri var. Deməli, farsınkanın sanikləri hər biri yenisi ilə əvəz olunacaq. Daha keyfiyyətli saniklərlə. Və farsınkalar da yuyulub sistemdə olunacaq. Burada yuyulduqdan sonra resistemdə olunur. Təzyiq verilib yoxlanılacaq ki, buraxan farsınka yoxdur. Hər hansısa bir farsınka buraxmır burada da. Və hər bir şey ideal qaydadadır. Deməli, kompüterə saldıq. Burada da aşıbqa verdi. Vozxamirin ştekerində problem var göstərir tok sistemində. Burada ştekerin nожkaları sıxıldı. Əgər yenə də belə bir problem yaşansa, bu dəfə provodkası dəyişilməlidir. Bu qədər. Müştərimizə xeyirli, uğurlu olsun.